Halkımızın, milletimizin bir müqəddəs arzusu var. Bir müqəddəs isteği var. Bir müqəddəs məqsədi var. O da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması. Xalqımız və Ulu Öndər Heydər Əliyev inanırdı ki, bir gün ən böyük arzumuz gerçəyə çevriləcək. Çünki dahi şəxsiyyət və uzaq görən lider həmin vaxt ölkənin ən çətin günlərində mühüm addımlar ataraq Azərbaycanın parlaq gələcəyini təmin etmək üçün əzm və fədakarlıqla çalışırdı. İşgal olunmuş torpaqların hamısı azad olunacaq. Nəyin bahasına olur olsun azad olunacaq. Sizin hər biriniz öz doğma torpağınıza, öz evinizə, öz obanıza qayıdacaqsınız. Və sizlə birlikdə biz sizin dədə-baba yerlərinizi, torpaqlarınızı yenidən canlandıracağıq, yenidən dirçəldəcəyik, yenidən quracağıq. Siz yenidən böyük evlərin, mülklərin, torpaqların sahibi olacaqsınız. Prezident İlham Əliyevin Azərbaycanın bütövlüyü naminə dövləti və xalqı üçün göstərdiyi misilsiz xidmət sübut etdi ki, böyük şəxsiyyət və müdrik liderlər özlərindən sonra da cərəyan edə biləcək prosesləri dəqiq hesablamaq bacarığına malik olmalıdırlar. Bugün biz Heydər Əliyevin görmək istədiyi ərazisi bütöv Azərbaycanda yaşayırıq. Qarabağ zəfəri Ulu Öndərin ideyalarına və müəllifi olduğu dövlətçilik səlnaməsinin təntənəsidir. Əfsuslar olsun ki, atam bugünü görə bilmədi. Onun kimi yüz minlərlə Azərbaycanlı bugünü görmədən həyatdan getdilər. Biz onların davamçıları, onların işini tamamladıq. Atamın vəsiyyəti yerinə yetirildi və bugün atamın yüz minlərlə bugünü görməyən, həyatdan getmiş insanların, şəhidlərimizin ruhu şaddır. Südabə Cahangirli, ASTV Xəbər.